Asker oldum ben de Azerbaycan'a. Asker oldum ben de Azerbaycan'a. Hakkını sütünü halal et ana. Hakkını sütünü halal et ana. Şuşa uğrunda gedən əlbəyxə döyüşlərdə ağır yaralansa da döyüşməyə davam edir. Onun cəsarəti və qorxmazlığı döyüş yoldaşlarının arasında dastana çevrilir, dildən dilə dolaşır. General Polad Həşimovun qisasını alacağını and içib döyüşə yollanır və bu anda sadiq qalır. Vətənin müdafiəsinə könüllü yollanan, düşmənə qan otduran əskər Əlizadə Elməddin Sübhioğlu. O, 11 mart 1997-ci ildə Beləsuvar rayonu Zəhmətabad kəndində anadan olub. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. 2004-2014-cü illərdə Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Oxuduğu illər ərzində həm sinif yoldaşlarının, həm də müəllimlərinin böyük sevgisini və hörmətini qazanıb. 2015-ci ildə Beləsuvar Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən en sayılı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2016-cı ildə aprel döyüşlərində şəhid general Azərbaycanın milli qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında düşmən hücumunun qarşısına alınmasında iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra hərbi geyim tikiş fabrikində çalışıb. Vətən müharibəsinə könüllü kimi qatılan Elməddin kəşfiyyatçı kimi Ağdam, Füzuli, Xocavənd rayonları istiqamətinə gedən döyüşlərdə iştirak edib. Şuşa şəhərinin erməni separatçılarının təmizlənməsinə iştirak edib, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Asker oldum ben de Azerbaycan'a. Asker oldum ben de Azerbaycan'a. Hakkını sütünü halal et ana. Hakkını sütünü halal et ana. Gece gündüz çeşitçiyim torpağı. Gece gündüz çeşitçiyim torpağı. Yolumu gözleyin geleceğim ana. Yolumu gözleyin geleceğim ana. 8 noyabr 2020-ci ildə Şuşa şəhərində düşmənlə əlbəyxə döyüşdə ağır yaralansa da, döyüşməyə davam edir və şəhidlik zirvəsinə ucalır. Beləsuvar rayonu Zəhmətabad kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni, Vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Aprel döyüşlərində çiyin-çiyinə döyüşdüyü, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Azərbaycanın milli qəhrəmanı General Polad Həşimovun qisasını Vətən müharibəsinə alan, özü də şəhidlik zirvəsinə ucalan Elməddin Əlizadənin xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.